Salam əzizlərim, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün pizza hazırladım. 1 stəkan yarım ilıq suya, 1 xörək qaşığı maya, 1 çay qaşığı şəkər əlavə edib kənarda qarışdırıb biraz dincəlməyə qoydum. Daha sonra 5 stəkan unun üzərinə 1 çay qaşığı duz əlavə edib qarışdırdım. Üzərinə mayalı qarışımı, 1 yumurta və 3 xörək qaşığı duru yağı əlavə edib yumuşaq xəmir yoğurdum. Xəmir mayalana qədər mən də sousunu hazırladım. Yayda bişirdiyim ketçupun üzərinə 1-2 diş sarımsaq, 2 çay qaşığı kəkli otu əlavə edib azca bişirdim. Biz kalbasa sosislə istifadə etmədiyimiz üçün toyuqla hazırladım. Toyuğu diddim, bibər doğradım, pomidoru doğradım, göbələyi doğradım. Daha sonra pendiri də süzgəcdən keçirib hazır saxladım. Xəmirimiz mayalandı. Mən onu 4 hissəyə böldüm. Nazik açıb üzərinə ketçup, holland pendiri, bibər, göbələk, pomidor, döşəti bunları əlavə edib yolladım bişməyə. Pizzamız artıq hazırdır. Çox ləzzətli alındı. Sınayan hər kəsə nuş olsun. Allah hər birinizin süfrəsini bol, ruzili, bərəkətli etsin inşallah.